Bu gündən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda kişilərlə yanaşı qadın sürücüləri də görsəz təəccüblənməyin. Çünki paytaxt avtobuslarında qadın sürücülər fəaliyyətə başlayıb. Artıq avtobusu idarə edəcək qadın sürücülərin bir müddət əvvəl başlayan təlimləri başa çatıb. Zəhmət olmasa. Avtobuslarda indiyə qədər əsasən kişi sürücülərə rast gəlirdiksə, artıq bugündən etibarən qadın sürücülər də onların sırasına qoşulub. Artıq bir neçə marşrut xəttində qadınlar da sükan arxasındadır və gün ərzində sərnişinlərə xidmət göstərirlər. Vaxta qədər hansı iş istəmişəmsə, şükür Allah öhdəsindən gəlmişəm. Düşündüm ki, bu işin də öhdəsindən gələrəm. Bakubasın sürücüsü Xalidə Səmədova deyir ki, uşaq yaşlarından sürücülüyə marağı olub. Böyük qabartlı avtomobilləri idarə etmək uşaq arzum olub. Qadın istəsə hər şeyi bacarar. Əsas istəkdir. Qarşıya məqsəd qoydum ki, yəni ki, kişilər idarə edə bilirsə, qadınlar da idarə edə bilər. Eyni arzu ilə təlimlərə qoşulanlardan biri də 20 illik sürücülük təcrübəsinə malik Rəna Cəfərovadır. Uşaqlıqdan arzum idi. Nəhayət bu peşəyə sahib oldum. İlk sükan arxasına oturanda böyük bir məsuliyyət hiss elədim. Yəni çətin olduğunu o anda hiss elədim. Təlim müddətində Yerüstü Nəqliyyat Agentliyinin təlim-tədris mərkəzinin mütəxəssisləri tərəfindən onlara nəinki sürücülük bacarıqları, eyni zamanda etik davranış qaydaları, ünsiyyət bacarığı və təhlükəsizlik mövzuları aşılandı. Eyni zamanda qeyd edim ki, dayanma durma qaydaları, manevr etmə, müxtəlif yol sahəsində qəza riskinin minimuma endirilməsi ilə bağlı xüsusi tapşırıqları yerinə yetirdilər. Fəaliyyətin ilkin dövrlərində qadın sürücülərə Bakubas MMC-nin təcrübəli mentor sürücüləri dəstək göstərəcək. Bildirmək istəyirik ki, sürücülərimiz gördükləri təlimlər nəticəsində bu məsuliyyətli peşəyə yiyələnməyə tam hazırdılar. Qadın sürücülər ilkin mərhələdə 140 və 121 Y-Express marşrut xəttləri üzrə fəaliyyət göstərəcəklər. Günəş Rızayeva, Əfqan Bayramov, Fidan Səfər, Space xəbər.